Salam əziz izləyicilər. Bugün Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Keçmişin Kölgələri Türk Dünyası tarixinin müqayisəli, təhlili layihəsi çərçivəsində maraqlı bir verilişi mövzunu müzakirə edəcəyik. Bu mövzu ən çox Türklərin inanc sistemi ilə bağlıdır. Türklərin inanc sistemi nə idi? Türklər tenqriçi mi idilər? Türklər şamançı mı idilər və yaxud bunlar arasında bir bağ var idimi? Türklər necə oldu ki, bir qismi mane oldu, bir qismi maniçliyə meyl elədilər, bir qismi buddist oldu. Necə oldu ki, sonradan toplu halda çox böyük bir Türk xalqları, kütlələri İslamı qəbul etdilər. Və bu tarixi qəbul etmənin özünün də ağrılı və könüllü xüsusiyyətləri olub. Bunlar da mübahisəli məsələlərdən biridir. Və necə oldu ki, xristianlığı yox, hətta Türklər İslamı seçdilər. Bunlar müasir tarixşünaslıqda ən çox mübahisə edilən və edilən məsələlərdən biridir. Qonağımız hörmətli Əkbər Nəcəf hocadır. Salamlayırıq hocanı. Hoca, ümid edirəm ki, bu dəfəki verilişimiz də digər verilişlər kimi çox maarifləndirici, maraqlı veriliş olacaq və eşitmədiyimiz və yaxud da ki, təsdiqini tapmadığımız fikirlərə biz bir təsdiq tapa biləcəyik. Digər verilişlərimizdə biz Türklərin hardan gəldiyi bir məsələsinə toxunduq. Altaylara toxunduq, Qazaxlara toxunduq. Və eyni zamanda o məsələ var idi ki, Mesopotamiya var idi və Qafqaz ərazisi var idi. Bir qədər də bunlara dəymişdik. Maraqlı olan və mənə özüm üçün maraqlı olanlardan biri nədir? Bu ərazilərdə əgər Altaylardan gəlmişsə, Türklər tenqriçi mi idilər? Bəs Qafqazlarda, Şumerlərdə bir qədər biz çox tanrılığın şahidi oluruq. Və bundan doğan bir sual var. Türk inanc sistemi ilk nə ilə başlayır? Təbiətlə mi, birbaşa tək tanrılıqla mı, çox tanrılıqla mı, nə ilə? Türklərin ortaya çıxmasının ən təməl xüsusiyyətlərindən biri də inanclarıdır. Çünki Türklər ortaya çıxdığı dövrdə çox tanrılı bir sistem var idi. Və bu çox tanrılı sistemlərin içərisində yeni formalaşmağa başlayan səmavi inanclar vardı. Ümumiyyətlə, dinlər tarixi dediyimiz zaman iki mənşəyi vardır dini inancların. Birincisi, inanclar deyilən bir kateqoriyadır. İkincisi də dinlər deyilən bir kateqoriyadır. Dinlər deyilən kateqoriya bilginin mənbəyi nədir məsələsini gündəmə gətirir. Və bu da səmavi mənşəli dinlər bu məsələyi əsas alır. Tanrı insanları seçdiyi peyğəmbərlər vasitəsilə aydınlatmışdır. Bu səmavi dinlərin təməl məsələsidir. Və bu dinlərin də başlıca xüsusiyyətinin kitabi əsasların olmasıdır. Daha Tevratdan etibarən İncil və Quran günümüzdə əsasən 3 səmavi dinin nümunəsi və eyni zamanda onun kitabları əlimizdədir. Bir də inanc əsaslı dinləri vardır ki, bunlar deyəlim ki, Taoizm və hətta Buddizm. Burada hər hansı bir inanc təkamül edərək formalaşmışdır. Eyni zamanda bunun içinə tenqriçilik də daxildir, digər dinlər də daxildir. Bir də pratik mənada inancları vardır ki, bunlar əsasən sosial, dini, siyasi kimliklərin də təsiri ilə formalaşmış kimliklərdir. Butpərəstlik dinləri, pagan dinləri buna əsasən nümunə təşkil edə bilir və təbii ki, bunların arxasında da təbiətlə bağlı animist falan digər ünsürlər də təsirlidir. Türkləri şamanist demək doğru deyildir. Niyə görə? Çünki şamanizm özünün terminolojik olaraq əsasən Radlovlar falan sinifi tərəfindən ortaya atılıb və yayılmış bir termindir. O vaxta qədər şaman termini sadəcə 9-cu əsrdə bir mətnin içərisində keçir. Nədir o şamançılıqla, məsələn, tenqriçiliyi ayıran? Şamanizmdə vahidləşmiş bir tanrı prinsipi yoxdur. İnanclar iyerarxiyası vardır, eyni zamanda əsasən ruhlar iyerarxiyası vardır. Şamanizmdə demək olar ki, hər varlıq bir ruh sayılır. Torpağın ruhu, suyun ruhu. Bunun yaxşı bir kəlməsi vardır, iyə deyirlər buna.
Günümüzdə də bir şeyin yiyəsi sözü var ya. Bəli, bəli. Oradan gəlir. Yiyə sözü Çox oradan, maraqlı. oradan gəlir. Və bunların hamısının bir yiyəsinin olduğu. Yəni siz gedib suya toxuna bilməzsiniz istədiyiniz zaman. Və hətta ağacı kəsə bilməzsiniz. Bu mənim işimə gəlir deyə. Onların hamısının bir ruh prinsipi vardır. Onları o iyerarxiyanı qorumanız lazım. O inancı, o mərasimləri qorumanız lazım. Tengriçilikdə belə bir şey, anlayış yoxdur. Yox. Amma tengriçilikdə bir gök tanrı anlayışı vardır. Təməl tanrıdır o. Və o eyni zamanda gücün mənbəyidir. Hər şeyin də mənbəyidir. Amma sonraki dövrdə bu tengriçiliklə şamanizm o qədər bir-birinə iç-içə girdi ki, tengriçilərlə şamanları bir-birindən ayırmaq mümkün olmadı. Bəli, deyəndə gözümüzün qabağına hər ikisi gəlir. Ya, bəli. Ona görə də biz bunu çox çətinliklə ayırmaq mümkündür. İkinci bir məsələ, Orta Asiya üçün əgər danışdığımız zaman orada güclü bir mitraizm inancı da vardır. Mitraizm inancı bəziləri bunu zərdüştçülüyün mənşəyində yer alan inanc kimi görürlər. Amma orada bir məsələ vardır. Orada mitraizmdə təməl ünsür şimşək ünsürüdür, od ünsürü deyildir. Yaradıcı güc şimşəkdir. Göydən gəlir. Bəli. Yerdən yox, Yəni, göydən. Maraqlıdır, deyək ki, bəli. İldırım. Şimşək göydən. İldırım anlayışı. Elə mitraizmlə də misri qılınc anlayışı var. Onun arasında bir yaxınlığın olduğu da bəziləri qeyd edir. Çünki onun daşı da göydən gəlmədir. Və mitraizm inancı da şeydir, qədim dövrlərdən etibarən bilinən bir inancdır. Ən son hətta bunu xristianlığa qarşı mübarizə aparmaq üçün Roma belə mitraizmi qəbul etməyə ehtiyacı hiss etdi. Yəni bir də demək istədim, hər hansı bir ünsürü təməl güc qəbul edərək, deyələm ki, zərdüştçülükdə ateşi təməl güc ünsürü qəbul etməsi, mitraistlərin şimşəyi təməl güc ünsürü qəbul edərək bir anlayış vardır. Bir də daha çox tərki dünyalıq bir anlayış sistemi. Əsasən bunlar Hind və Çin mərkəzli dünyalarda ortaya çıxan inanclardır. Buddizm kimi, Brahmanizm kimi, daha sonra Taoizmin özü kimi. Bunlar əsasən insanın digər təbiətdəki varlıqlarla bütünləşməsini, yəni bütün bu varlıqların insan əmrinə verilmiş varlıqlar deyil. İnsanın bunları anlayıb, qavrayıb və bir təkamül keçirərək, özünün heyvani, nəfsani hisslərindən xilas olaraq kamilləşmək üzərinə qurulmuş bir anlayışdır. Bu anlayışlar daha sonraki dövrdə xristianlığa da təsir etdi, daha sonra İslama da təsir etdi. Təsəvvüf düşüncəsinin altında da bu amillər az deyildir. Özlərinin deyərəm ki, Quran mənşəli düşüncəsi vardır, amma təsir dairələrində də bunlar vardır. Belə bir inanc sistemidir. Amma 20-ci əsrin əvvəllərində Avropada dinlər tarixi anlayışı ortaya çıxdığı zaman, terminləşdiyi zaman, bunlara məhəl qoyulmadan bütün hamısını, inancları və dinləri tək bir anlayış kimi qəbul edildi. Və belə düşünüldü ki, dinlər çox tanrılı sistemdən zamanla təkamül edərək tək tanrılı sistemə gəlmiş bir sistemdir, inanc anlayışıdır. Belə təqdim olunur. Belə təqdim olunur. Bütün orta məktəb dərs kitabları və ali məktəblərdə. Bu bir anlayışdır və bunun deyəlim ki, bu Avropa mərkəzli bir anlayışdır. Ona görə də biz bu gün üçün ən böyük çətinliyimiz bundan ibarətdir. Səmavi dinlər nə deməkdir? İnanclar nə deməkdir? İnanclar içində ayrımlar nə deməkdir? Bu mənada necə deyərlər? Hər hansı bir dinə mütləq şəkildə mənşəyində başqa bir inancın olduğu düşüncəsini əldə etmək, iddia etmək şeydir, absürddür, doğru deyildir. Türklərin ilk olaraq həyatda ən çox içində yer aldığı inanclar tək tanrılı inanc olmuşdur. Bunu hardan bilirik? Bunu daha şeydən etibarən bilirik. Artıq ilk dövr Çin mətnlərindən. Niyə görə? Çin mətnləri çox mükəmməl şəkildə türklərin inancını təsvir edib. Sonraki dövrdə bizi tərəfə gəldiyimiz zaman Yunan mətnləri və əsasən də Roma,
ən çoxu da artıq 4-cü əsrdən etibarən onlara Bizans mənbələri deməyə başlayırıq. Latın dilli mənbələrində geniş türklərin inancları haqqında geniş təsvirlərə yer verilmişdir. Amma zamanla da tək tanrılı inancdakı ən böyük təməl xüsusiyyət ondan ibarətdir ki, Tanrının adına yer üzərində təmsil haqqı kimindir? Bu, türklər bunun üçün hökmdara aiddir deyirlər. Bu necə təmsil olunur? Qutla. Qut deyilən şey saadət deməkdir dilimizdə. Tanrı ona dünyayı idarə etmək kimi bir saadət bəxş etmişdir. Bu idarə etmə haqqıdır. Tanrını təmsil edinə görə ki, bu daha sonraki dövrdə İslam düşüncəsindəki bu zillullah anlayışı vardır. Tanrının yer üzündəki kölgəsi mənasında. Bu kökləri oradan gəlir. Zamanla Türk-İslam siyasət düşüncəsində yer almağa başladı bu. Ki, Səlcuqlardan etibarən. Bu nə vaxta qədər davam elədi bəs? Bu tengriçilik, şamançılıq. Valla tengriçilik ölmədi ki, hələ də Azərbaycanın toplu halda sürətli olaraq din dəyişdirmələr zamanında. İlk böyük sürətli din dəyişdirmə cəhdi artıq hələ zamanında, Bumin Xaqan zamanında gündəmə gəlir. Bunu türklər Çində Tabqaçlar zamanında etdilər. O zaman mərkəzə həm buddizmi, həm də taoizmi gətirdilər. Və elə oldu ki, Tabqaçların dövründə buddistlərlə taoistlər arasında ciddi dini müharibələr də çıxdı. Və bu müharibələr o qədər şiddətli oldu ki, Çində minlərlə, 10 minlərlə insanın ölümünə səbəb oldu. Bir məzhəb hökmdarla yaxın əlaqə qurduğu zaman digər inanca qarşı, digəri də hökmdarla əlaqə qurduğu zaman digər ona qarşı mübarizə apararaq davam etdi bu uzun müddət. Amma türklər arasında ilk cəhd manixeizmlə başladı. Niyə görə? Çünki mani bəziləri bunu iddia edir ki, Zərdüştçünün içindən çıxmadı. Xeyr, mani əslində ciddi şəkildə xristianlıqdan təsirlənmiş bir adamdır. Və manixeizmin içərisində çox ciddi xristianlıq unsurları vardır. Amma mani eyni zamanda uzun bir dövrünü türklər və Çində keçirir. Amma bir türklərin döyüş ruhunu da zəiflədən bir. O anlayış var, ona gələcəyiz icazənlə. Bu maninin öldürülməsindən sonra maniyə bağlı unsurlar Sasani ölkəsindən qaçdılar. Orta Asiyaya qaçan oldu, Bizans coğrafiyasına qaçan oldu. Təsir dairəsi o qədər genişdir ki, Fransaya qədər təsir ediblər. Yəni, manixeizm ümumiyyətlə dünya dinlər coğrafiyasında ən çox coğrafiyə təsir etmiş, yayılmış dinlərdən biridir. Bugün günümüzdə danışılmır, amma yeri gələndə İsa'nın ilk təsvirləri çəkənlər belə manixeistlərdir. Maraqlı məlumatdır. Ona görə də manixeizm Orta Asiyada qaldığı zaman bunlar həyat tərzi, xüsusilə də sistematik həyat tərzləri bəzi insanlara təsir etmişdir hökmdarlar. Biz manixeizmə keçəlim deyə bir düşüncə ortaya atıldı, amma o zaman hökmdarın ətrafındakı vəzirlər və digər məmurlar dedi ki, at üzərində hərəkət edən bir milləti sən manixeizmlə islah edə bilməzsən. Çünki bunlarda pəhri sistemi, daha sonra ət yeməmək falandır. Yəni, ağla gəlməz, ağla sığmaz bu. Bəli. Bu millət də onsuz çörək yemir, ətlə yaşayan bir xalqdır. Qımız və ət üzərinə qurulmuş bir həyat. Sən gəl bunu denən ki, əti yemə və südü də içmə. Bəli. Bu, eyni zamanda taoizm və buddizm inanclarından keçəlim düşüncəsini ortaya atanlar zamanında da niyə görə? Dedilər ki, biz də taoistlər kimi ipək giyinərək mi gəzəcəyiz? Bozkırda ipək giydiyin zaman necə yaşayacaqsın? Doğrudur. Bu düşüncə şeydə də vardır. Göytürk kitabələrində. Çini tənqid etdiyi zaman Çin ipəyini də tənqid edir. Bəli. Çin ipəkləri geyinmiş, bəli, ifadələr var. O eyni zamanda o dövrdə bir həyatı da təmsil edən terminlərdir onlar. Ancaq nə oldu?
Coğrafiya, Orta Asiya coğrafiyası elədir ki, oturaq və oturaq xalqlarla köçərə xalqlar iç-içədir. Bunlar ayrı deyillərdir. Ümumiyyətlə, heç bir zaman oturaq xalqla köçəri xalq tərs mütənasibdə olmamışlardır. Niyə görə? Bir-birlərinə ehtiyacı vardır. Kəndlinin və hətta əkinçiliklə məşğul olan insanların heyvandarlıqla bağlı bütün ehtiyaclarını qarşılayır köçərlər. Köçərlərin isə torpaq məhsullara bağlı bütün ehtiyaclarını qarşılayır əkinçilər. Bunların arasında daima bir münasibət vardır və bütün bu coğrafiyanın şəhərləşmələrinə diqqət etdiyiniz zaman iki mədəni kimliyin tam ortasında, yəni Sırdərya ətrafının boydan boya şəhərlərdir və çox sayda bazarlardır. Bütün bunlar əvvəllər bazar yeri olaraq formalaşıb. Çinlərlə türklər arasında daima ən böyük razılaşmalarda ki, ən çox mübahisə obyekti maddələrdən biri sərhədlərin açıq olmasıdır və sərhəd bazarlarının davamlı açıq elanılmasıdır. Hətta Hunlar Atilla dövründə Bizansa, Romaya təsir etdikləri zaman razılaşmaların içərisinə qoymuşlardır bu maddeyi. Mütləq şəkildə sərhəd bazarları açıq olacaqdır. Niyə? Çünki bu bazar iki unsurun bir-birləri ilə alış-verişini təmin edən ən yaxşı yerlərdir. Digər tərəfdən, oturaq əhaliyə sahib imperiyalar ki var, Bizansın özü olsun və hətta Sasanilər olsun. Bunlar özünün ordu ehtiyaclarını kimdən qarşılayacaqlardır köçəridə? Ordunun sadəcə ət tələbatını qarşılamaq üçün yüz minlərlə sən qoyunu bəsləyə bilməzsən. Kəndli bunu becərə bilmir. Yox. Bunu gətirib sərhəd lazım. Heç uzağa getmə, 9-cu əsr, 11-ci əsr dövrlərində belə bir anda, hələ Marağada ki, İslam coğrafiyasının mərkəzidir Marağa. Marağa bazarına sezonunda 1 milyon qoyunu gətirirlər. Çox böyük rəqəmdir. Bunlar ağlasılmaz dərəcə böyük. Bu hərəkətin də səbəbi türklər arasındakı ərazi otlaqların falan ayarlanması və tənzimi məsələsidir. Ona görə də ki, heyvan deyib keçməmək lazım. Bunun yunu var. Yunundan əldə edən xalça sənayesi daxil bir çox geyim sənayi növləri var. Daha sonra sümüyündən əldə edilən, heç uzağa getmək, sümüyündən düzəldilən elə silahlara baxmaq kifayətdir. Bundan başqa sütü, pendiri, yağı, bütün bunlar kim əldə edir? Bunu köçəridən əldə edir. Bir başqa cəhəti nədir? Hər il kəndli öz torbağını hasada qoyar. Yəni toxunmaz. Məhsulu götürəndən sonra o dincəlməsi lazım, bir də o torpağın gübrələnməsi lazım. Kəndli öz torpağını maraqlıdır ki, köçəriyə açsın. Sən gət öz heyvanı mənim otlaqlarımda, biçilmiş ərazilərimdə otlat, onun biçilmiş məhsulun artıqları falan qalır. Otlar və mənim torpağım mayalansın, gübrələnsin. Yoxsa özü hardan əldə edəcək? Özü bunun üçün heyvan saxlaması lazım və ya da gübrə istehsal etməsi. Bu mümkün deyil. Bu intensiv əlaqələr hər zaman üçün köçəri ilə oturaq həyat arasında vardır. Ona görə bunlar bir-birinin kənarında, uzağında deyillərdir. Bu inanclarda əsasən bu coğrafiyanın oturaq bölgələrinə, şəhər həyatına, bazar həyatına müdaxilə etməyə başladı. Çünki missioner fəaliyyətlər manifestlərdə çox güclüdür. Kənd-kənd, şəhər-şəhər dolanaraq filan bəsməkələ gəzirlər. Digər tərəfdən bunların əlində bir məsələ daha vardır. Yazmağı və oxumağı bilirlər bu insanlar. Köçəri həyat tərzində dövlət sistemli olaraq özünün mühasibəsini aparmaq məcburiyyətindir. Bu işi kimlərə verirdi? Bunlara verirdi. Manixeist katiblərə verirdi, buddist katiblərə verirdi. Bu mənada yavaş-yavaş sirayət etməyə başladı türklərə. Amma burada bir məsələ daha ortaya çıxdı. Romanın xristianlığı qəbul etməsindən sonra dövlət siyasətləri oldu dini siyasətlər. Yəni, Sasani belə o hadisədən sonra radikal bir survanizm və hətta zərdüştçülüyü mərkəzə alınmağa başladı. Başladı öz coğrafiyası içərisindəki xristianları əzməyə,
Eyni şəkildə Romadakılar, Bizans, xüsusən də Bizans, öz içərisində digər məzhəbləri, inancları falan, Yahudiləri belə məhv etdilər. Bəli, həmin vaxtlarda Və var. Şapur o- xristianlığın yayılmasını qarşısını almaqdan ötürü Albaniya deyir 700 mark göndərir Azərbaycana. O dövrdür. Bunlar o dövrdür. Artıq yavaş-yavaş dinlər dövlətlərin ideologiyası mərkəzi siyasət halına gəlməyə başladı. Niyə görə? Çünki dövlətlər, Roma kimi bir dövlət havada qalmışdı. Əhalisinin tamam böyük bir hissəsi xristianlaşmışdı. Dövlət özü bütpərəstdir, paqandır. Dövlətin özünün yerli əhali üzərində güc strukturu olaraq qalması üçün onunla eyni inancı, duyğuları paylaşması lazım idi. Belə olan halda da artıq inanclar, dinlər dini bir siyasi bir güc halına gəlməyə başladı və ondan sonra da artıq demək olar ki, işin rəngi qaçmağa başladı. Və bu Belə bir halda Uyğurlar o dövrdə biz hansı dini mərkəzə alaq strukturu qarşısında qaldıqlar zaman problemi qarşısında manixeizmi seçdilər. Manixeizm ilk dəfə Uyğurlar zamanında rəsmi bir din halına gəldi. Bu proses sonraki dövrlərdə artıq digər inanclar üçün də bir növ başlanğıc təşkil etdi. Xristianlar o şeyə gəlmə. Bir də burada bir məsələ vardır. Türklər din məsələsində çox şeydilər, rahatdılar. din dəyişdirmədə. Din dəyişdirmə məsələsi deyil. Hətta dünyada da Yahudiliyi qəbul edən. Başqa inancların, onun inanc həyatında qarışmırlar, müdaxilə etmirlər. Həqiqətən də bu belədir. Yəni, bütün orta əsrlərdə bu xristianları da şoka salmışdır. Daha sonra digər məsələlərdən oldu. Maraqlıdır, bir Xəzərlərin mərkəzi vardı. Atil şəhəri. İdil şəhəri. İdil, indiki Volqa. Bu məhəllədə xristiyanı var, bilməm, bütpərəsti var, şamanı var falan. Bunlar necə yaşlı? Üstəlik, çox maraqlı bir cəhət də nə vardır? Hər il bunlar hökmdar sarayında dinlər qurultayı təşkil edilir. Xəzərdə təşkil edilib. Monqol belə bunu təşkil edib. Yəni, orta əsrdə nəzərə alın ki, bir dinlər qurultayı Monqolistanda, Qaraqorumda İndiki bu beynəlxalq konferanslar kimi. Bunu maraqlıdırlar bunlar, öyrənmək istəyirlər. Yəni, bu inanc və bir çox hökmdar bu qurultaylardan çıxan nəticənin təsiri ilə o inancları qəbul edib. Yəni, Xəzərlər, Musəvilər də, müsəlmanlar da, xristiyanları dəvət etdilər. Yahudiliyi qəbul etmədən əvvəl bu mübahisə aparıldı günlərlə, həftələrlə. Ondan sonra Xəzər xalqını qəbul etdi ki, mən ailə olaraq Yahudiliyi qəbul edirəm. Təbii, burada bəzi amillər də təsirli olmuşdur şübhəsiz. Amma bütün hallarda bu dinlərin bu coğrafiyada rahat hərəkət etmə imkanları vardır. Amma bu İslamlaşma məsələsi bir qədər fərqlidir. Bu, bizdə bir ifadə də var, mənim özümün də sözümüzü çox heç sevmədiyim bir ifadədir, o qılınc müsəlman ifadəsi. Bir qismimiz biz türklərin İslamı xoşgörü ilə qəbul etdiyini deyirik. Bir çox hallarda belə olub. Səlcuqlar misal göstərə bilər ki, heç bir təzyiq olmadan. Digər isə müəyyən qətliamlardan söhbət gedir. Quteybənin zamanında ərəb sərkərdəsi səhv eləmirəmsə 706 və 712-ci illərdə bunlar qətliamlar barədə yəqin ki, sizin də məlumatınız var. Bu deyilir Tarkan səhv eləmirəmsə qətliamı var. Orta Asiyada Sulu Xaqan zamanı. Bəli, müxtəlif qətliamlar var və kütləvi şəkildə türklərin öldürülməsindən söhbət gedir. İndi bu faktdır. İndi nə qədər biz bunu yorumlasaq da var. Amma kütləvi sonra Əkbər bəy necə oldu bəs bu Səlcuqlar zamanında və sonradan həm İslama keçiş, həm də indi mən düzdür bir qədər irəli getdim. Həm də bu qətliamlardan bir qədər sonra, məsələn, 706 və 712-ci illərdə idi qətliamlar. 751-ci ildə biz Talas döyüşünü görürük. Bundan sonra, məsələn, İslam sürətlə Orta Asiyaya yayıldı və Çinliləşmənin qarşısı alındı. Ümumiyyətlə, Talas döyüşü möhtəşəm bir özlüyündə, dünya tarixini dəyişən bir döyüş deyirlər. Bu hadisələr necə oldu? Məsələn, mən bunun necə oldu ki, türklər İslamı qəbul etməyə ehtiyacı hiss elədilər? Bu Çin təsiri ilə mi oldu? Yoxsa xristianlığın mərkəzi çox uzaqda idi? Bir də hesab elədilər ki, daha yaxında olan bir mərkəzlə əlaqə qurmaq lazımdır. Bu barədə də bir müzakirələr gedir, sizin də fikriniz maraqlı olardı.
Dini kontekstdə qətliamların ilk dəfə Romada Diokletianus və Hadrianus zamanlarında xristianlara qarşı törədilmiş qətliamlardır. Çox ciddi bir qətliamlardır. Qətliamların nəticəsində Roma coğrafiyasında yaşamaq imkanı olmayan xristianlar yavaş-yavaş Roma coğrafiyasını tərk etməyə başladılar. Aha. Böyük bir hissəsi gəldi o zaman bizim də içində yer aldığımız Parfiya coğrafiyasına. Parfiyanın içərisində Parfiya bunlara imkan yaratdı. Öz inanclarını, dinlərini yaşamaq üçün. Hətta ilk xristianlaşma bu coğrafiyada elə Parfiyanın zamanında meydana gəldi. Amma burada da bir məsələ oldu. Zamanla bu xristianlıq, ənənəvi o xristianlıqdan, katolikləşməyə meyilli olan xristianlıqlardan ayıraraq bir şərq xristianlığı formatını aldılar. Özlərinin sinodları var idi. Bu sinodların fəaliyyəti şeyə qədər davam etdi. Sasanilərin son dövrlərinə qədər davam etdi. Bunların əsas mərkəzlərinin birisi Ərbil idi. İndiki Ərbil. Daha sonra Ərbildən sonra yavaş-yavaş bu Xoy bölgəsinə falan o coğrafiya təsir etməyə başladılar. Ki Havari Bardeysanın şeyin havarisi var. İsa'nın. Fadeyin. Bəli, Fadey və Varfolomey. Onlar məşhurdur bizim tarixçilərin ilk gəldiyi yer Urfa, Ərbil bölgəsi və oradan da Xoy ətrafı, Makku Xoy ətrafı ki, Alban və daha sonraki dövrdə erməni xristianlığı özlərini bu iki havariyə bağlamaq ehtiyac hiss edirlər. Varfolomeyə və Fadeyə bağlamaq ehtiyac hiss edirlər. Bunların gəlmə şəkli o şəkillədir. Niyə? Bu coğrafiyada artıq xristian üsullar vardı. Onlar gəldilər burada fəaliyyət göstərməyə falan başladılar. İslamın ilk dövründəki qatı dindarlıq məsələsi Abbasilərdə ortaya çıxmış bir məsələdir. Əməvilər üçün bir mənalı olaraq İslam dini təyin edici din deyildir. Əməvilər heç bir coğrafiyada zorla müsəlmanlaşdırma aparmamışlardır. Əməvilər üçün əhəmiyyətli də deyildir. Bəs bu Qüteybə Əməvilərin? Qüteybənin məsələsi burada din məsələsindən başqa bir məsələ vardır. Qüteybənin hakim ələ keçirmək istədiyi coğrafiya köhnə Göytürk bölgəsidir. Bəli. O coğrafiyanın mülkiyyət haqları aiddir türkeşlərə. Və türkeşlərin nəzarətində Tayfadır. türkeşlər bir xaqanlıqdır. Bəli. Göytürklərin içərisindən ayrılmış Uyğurlar kimi böyük bir xaqanlıqdır. Göytürklərlə genişləyən Abbasilərin müsəlmanların qarşısına Göytürklər keçdilər. Ümumiyyətlə, iki böyük güc, Qafqaziyada Xəzərlər, Orta Asiya türkeşlər. Müsəlmanlar istisnasız bunlarla 100 il müharibə halında olmuşlardır. Xüsusən Xəzərləri biz bilirik. bilirik. Bu müharibələr olmasaydı, indiki tarixçilər də deyir, Avropa tarixçilər, bütün Avropayı müsəlmanlar ələ keçirəcəkdi deyir. Niyə görə? Bu müharibələr hər il səfərlər təşkil edilir və hər il səfərlərdə ən kiçik ordunun 20-30 min olduğunu nəzərə alsınız və bunların da böyük bir hissəsi müharibələrdə tələf olduğunu nəzərə alsınız, bu ərəblərin əlində böyük bir insan itkisi deməkdir. Və türkeşlər demək olar ki, bütün böyük müharibələrdə ərəbləri məğlub edirlər. Sulu Qağanın zamanında demək olar ki, keçilməz bölgə idi. Burada ərəblər yerləşmək üçün nə etdilər? Türkeşlərin nəzarətində olan kiçik şəhər dövlətlər vardır. Buxara kimi, Səmərqənd kimi, o zaman Kankü adlanırdı Səmərqənd. Daha sonra Fərqanəyə qədər İxşidlər ailəsi, filan ailəsi, bunlar o zamanlar o xanədanların bölgəsi, Türk şahlar filan o coğrafiyada. Bunlarla ittifaqlar qururlar. Amma bu ittifaq quran kiçik şəhər xaqanlıqları ikili münasibət göstərirlər. Ərəblər savaşdan qazandığı zaman ərəblərin tərəfinə keçirlər, türklər hakim olduğu zaman türklərin tərəfinə keçirlər. Bu Qüteybəni narahat edən məsələlərdən biridir. Ona görə Qüteybə bu şəhərlərdə qətliam törədilməsinin ən böyük səbəbinin buradan qaynanır. Yoxsa mütləq şəkildə ora müsəlmanlaşdığına sərf etməz. Niyə görə? Əməvi ideologiyasına sərf etmir bu. Çünki Əməvinin zehniyyəti biraz fərqli zehniyyətdir. Əməvi deyir ki,
İslam ərəbə aiddir, başqa xalqlara aid deyildir və başqa xalqlar ərəblərə, müsəlmanlara vergi verməklə mükəlləfdir. Və alınan bu vergi böyük saray ehtişamının, Əməvi saray ehtişam yaranması üçün böyük bir xəzinədir. Üstəlik, Əməvilər bu əldə etdikləri həm də cizyədən. Cizyədən. Can vergisi. Cizyə çox mühümdür. Maraqlı deyirlər ki, müsəlmançılar. Bəli, müsəlman olmasını istəmir. Niyə görə bunu istəmir? Əməvi öz hakimiyyətini, hakimiyyətdə qalması üçün əldə etdiyi bu vergiyi eyni zamanda ərəb qəbilələrlə paylaşır. Onları razı salması lazım. Bu strukturu dağıdan Abbasilər oldu. Talas döyüşü də Abbasilərin zamanında oldu. Elə hakimiyyətə Abbasi 751-ci ildə Talas oldu. 750-ci ildə artıq Abbasilər hakimiyyətə gəlmişlərdi. Talasın başqa bir mənası var. Niyə görə? Talas o bölgəyə Çinin girməsinə imkan vermədi. Həmişəlik az qala. Bu 20-ci əsrin sonuna qədər. İndiyə qədər də elə bu Çin-Pakistan məsələsi də bir tərəfi oraya gedib çıxa bilər. Yəni Çinin hər zaman oraya girmə ehtiyacı vardır. Amma buna türklər heç bir zaman imkan verməmiş. Talasda da təyin edici güc qarlıqlar olmuşlardır. Bəli. Müharibə 3 gün davam etdi. Heç bir tərəf də bir-birinə qalib gələmədi. Amma müharibəyə Karlukların daxil olması nəticəsində Çin məğlub oldu. Və Çin də onu əsla unutmadı. 12-ci, 13-cü əsr belə Çin mətnlərində aradan 500 il keçib. Hələ də Talas məsələsində lənətləyirlər Karlukları. Biz xain olmasaydılar, qalib biz idik. Burada məsələ nədən ibarətdir? Türklər arasında dinin ən çox yayılmasının səbəbi Türk ölkəsinə rahat öz dini həyatlarını yaşamaq üçün gedən köçlərdir. Manixeistlər köç edib gedib yaşamışlardır o şəhərlərdə. Xristiyanlar köç edib yaşamışlar. Xristiyanlar da hamısı deyil. Əsasən Nasturu xristiyanları. Kütləvi şəkildə. Çünki Nestor şeyin zamanında Bizansda 4-cü əsrlərdə ən böyük bir xristiyanlıqda necə deyərlər ki, dini anlayışlar tarixi olaraq mərhələlənə şəkillənib. Yəni ilk dövr xristiyanlığında 3 müqəddəs anlayışı yox idi. Sonradan babanın rolu, atanın rolu, Məryəmin rolu anlayışı. Nestor bunları qəbul etmədi. Misal üçün, Məryəmin Tanrı oğlunu doğduğu anlayışını qəbul etmədi bunlar. Dedi, belə bir şey ola bilməz. Məryəm sıradan bir qadınlardan biridir. Və İsa normal bir insan kimi dünyaya gəlmişdir. Bunu dilə gətirmək o dövr üçün katolik zehniyyətinin qarşısına yeni bir dini anlayış qoymaq deməkdir. Belə olan halda Nestor və Nestora inananlar kütləvi şəkildə təqibə məruz qaldığı bunlar Anadolunu tərk etdilər. Hara gəldilər? Azərbaycan, daha sonra Xorasana, bir hissəsi getdi Orta Asiya. Bu şəkildə bunlar yaydıqları zaman bunlar özlərinə məktəblər, kilsələr, digər mədəni, maarifə bağlı ünsürlər də daşıyırlardı. Və bu da bunların qurduğu həyat tərzi zamanla türklərin diqqətini çəkdi, təsir etdi. Digər bir tərəfdən türklər məsələnin digər tərəfini də bilirlərdi. Bu coğrafiyaya təsir etmək üçün hansı elementlərdən istifadə etmək lazımdır? Hansılar idi? Misal üçün, heç uzağa getmək. Səlcuqların ailəsi Oğuzlar. Cendə gəlmədən əvvəl müsəlman deyildi. Cend bölgəsi o zamanki indi Aral ətrafı. Kimə aiddir? Samanilərə. Türklər. Yox, Samanilər Samanilər də Türk idi. Sasanilərdən gələn bir qoldur deyirlər. İçərisində şeylər də var. Ordu qüvvəsi türkdür falan. Onu Samaniləri Türk dövləti kimi qələmə verirlər, amma belə başa düşdüm ki, o da bir mübahisə. Bəhram Çubinin ailəsindən gələn bir qoldur. Doğrudur. Saman Xudat falan. Yəni şəcərəsi məlumdur. Mən iddia edə bilmərəm o qədər. Amma bütün hallarda günümüzün bir İran dövləti kimi qəbul etməkdir. Bu müsəlman dövlətdir, orada qurulub. Amma o tərəfdə Samanilərin coğrafiyasının ələ keçirmək istəyən bir Qaraxanlılar var, aşağıda da bir Qəznəvilər var. Belə olan halda Səlcuqlar özlərinə nəyi əsas alacaqlar? Sualı qarşısında. Ağıllı adamlar da dedi ki, biz əvvəl müsəlmanlığı qəbul edək. Biz müsəlman olaraq Samanilərin mirasını ələ keçirək. Aha, bu anlayış üzərinə davam etdilər. Yoxsa o anda namaz qıldılar, oruç tutdular məsələsi deyil. Yəni bu yenə də adam öz ənənəvi həyatını qəbul edir. Sadəcə kəlmə-i şəhadət gətirib müsəlman olub. Yəni uzun illərdə Oğuzların müsəlman düşüncələri çox zəif olub.
Yəni yeri gəlib adam məscidi axırına da çevirə bilib yəni. Çünki O onun Əhməd nəzərində Yəsəvi üçün- deyir ki, Orta Asiyaya gedəndə dəhşətə gəlir gördüklərindən ki, bunların Eyni zamanda İslamla əlaqəsi yoxdur. burada bir məsələ daha ortaya çıxdı. Ənənəvi İslam düşüncəsi kitabı üzərindən davam edilən bir İslamdır. Bu İslam coğrafiyası da bir anda müsəlman olmadı. Hamı da zənn etməsin ki, Peyğəmbər çıxdı ortaya, imamlar gəldi, xəlifələr gəldi, coğrafiya bir anda müsəlman. Xeyr. 9-cu, 10-cu əsr müəllifi Müqəddəsinin belə kitabına baxsınlar. Səyahətnaməsi var. Bütün bir İslam coğrafiyası gətirir. O dövrün Suriyasındakı həyat dərsi, Fələstindəki həyat dərsi, Ərəbistan həyat dərsi bambaşqa. Hələ 5 vaxt namaz anlayışı belə adamların zehnində yoxdur. Namazın sistemləşdirilmiş bir namaz anlayışı belə yoxdur ki, Qahirənin təsvirləri falan kitablarında var. Bunlar zamanla mərhələləşərək sistemləşmiş bir anlayışlardır. Çoxsu da elə son elə 200 ildə formalaşan şey anlayışlar. Doğrudur. Ona görə belə aşırı dini Şəriətin- fikirlər üzərindən tarix də qurulmur yəni. Eyni zamanda Səlcuqlar həyat tərzi də bu şəkildədir. Oğuzlar ənənəvi İslama da həyatlar yaxındırlar. Təbii ki, adamın təməl anlayışı nədir? Dünyayı yaradan bir Allah anlayışı var. Bunu qəbul edir. Və onun peyğəmbərinə tabe olur. Bütün bu İslami seremoniyanı öz həyatının içində yaşamır bu adam. Burada bir məsələ ortaya çıxdı. 10-cu əsrdən etibarən kütləvi xalqa müsəlmanlığı başa salmaq lazımdır. Bunu kim icra edəcək? Bunu icra edir dərvişlər. Dərvişlər mollaların o adalı və uzun Quran oxuyaraq təsvir verməkdən yerinə insanlara gündəlik həyatda İslam nədir? Bunu anlatmağa başladılar. Sadə şəkildə, sadə dillərdə. O insanların öz dilində, onlara yaxın inanclarda, düşüncələrdə. Səlcuqlar zamanın hakimiyyət ələ keçirdiyi zaman bir anda dərviş təriqatların bu coğrafiyada atmasının səbəbi nədir? Buna Səlcuqlar imkan verdilər. Müsəlmanlığı əsasən onlardan öyrəndilər. Yaymaq. Bəli. İdeologiyalar ya dərvişlər vasitəsilə Və yayılır. dərvişin İslamı qatı bir İslam deyil idi. İnsanların gerçək öz dəyərlərini də qoruyacaq prinsiplər də içində yer alacaq. Bir də dərvişlərin də həyat tərzi, ümumiyyətlə gülşənişin bir həyat olduğu üçün bunlar birbaşa siyasi həyata da müdaxilə etmirlərdi. Doğrudur. Yəni bunların zehnində dərviş bir növ şaman idi. Doğrudur. Bu eyniləşdirmə nəticəsində bunlar rahatlıqla bu inanca yaxınlaşdılar. Və üstəlik burada siyasi məsələlər də bir-birini tutduğuna görə Samani coğrafiyası, Samanlar ortadan qalxdığı zaman bir anda o coğrafyanın sahibi Səlcuqlar deyil, bizik. Və başladılar Qəznəlilərlə mübarizə aparmaq, Qaraxanlarla mübarizə aparmaq. O mübarizənin nəticəsində Qəznəviləri məğlub edərək İslam şərqini ələ keçirdilər. Əkbər bəy, deməli, biz danışdıq İslamın qəbulundan və Səlcuqlarda dayandıq, amma bölgədə bir xristian toplum var. Həm türklər arasında yayılıb, həm digər xalqlar arasında. Nəsturiliyin də adını biz çəkmişik sizinlə. Nəsturlik zamanla yoxa çıxdı. Günümüzdə qalmayıb, amma Nəsturliklə bağlı Azərbaycan tarixində bir faktlardan biri budur ki, ən çox ədəbiyyatşünaslara məlumdur. Məşhur Azərbaycan şairi Xaqaninin anası belə Nəsturi idi. Amma bir xırda bir dini tərbiyyət olaraq qaldı. Azərbaycanın ölkəyə bir təsir olmadı. Səlcuqlar İslamı qəbul etdilər. Xristianlıq ona görə yayılmadı mı ki, Səlcuqların düşmən olduqları, yəni mübarizə apardıqları toplum xristian idilər. Yəni nəyə diqqət çəkmək istəmirəm? Əgər dost bir münasibətdə olsaydılar, İslamla öncədən tanışmasaydılar, mübarizə aparmasaydılar, böyük bir Türk dünyasının indi xristian ola biləcəyi fikri ola bilərdimi? Yox, niyə görə? Xristianlıq türklər üçün sərfəli deyildi. Niyə? Bu Papa 2. Urbana qədər, Səlim müharibəsini elan edənə qədər xristianlıqda müharibə anlayışı yoxdur. Türkün də həyat tərzi bunun üzərinə qurulmuş. Doğrudur. Üstəlik İslam da cihad üzərindən buna belə bir fürsəti verirkən,
gedilmiş xristianlığın, Bəli, yəni cihad. sülh Kim müqəddəsdir? sülh düşüncəsini təməl alan bir prinsipi qəbul etməsi. Qəbul etdilər. Amma qəbul edənlər də çox zəif qəbul edildi. Əkbər bəy, söz kəsirəm. Doğrudan bu Bizans dönəmində, Roma dönəmində işğalçılıq yürüşlərinin olmamasını onda biz xristianlıqla bağlaya bilərik. Orada bir Həm də. məsələ var. Romanın özündə belə xristianlıq, papalıq özü. Papalıq dediyimiz rejim 11-ci əsrdə 7-ci Qriqor zamanında rahatlıq, sərbəstlik əldə etmiş bir rejimdir. O vaxta qədər papaların özləri krallar təyin edirlər. Niyə görə bu din xadimlərinin evlənməsi qadağan edildi Avropada? Bu 11-ci, 12-ci əsrlərin başında qadağan edilmiş bu. Ona qədər var idi, katoliklərdə. Səbəbi ondan ibarət idi ki, kilsə rəhbərləri saraydan evlənirlərdi. Aha. Kilsələr düşürdü dövlətin təsirinə. Təsirinə. Papa bu təsiri kəsmək üçün və kilsə rəhbərlərinin özü təyin edəcəm düşüncəsini ortaya atdığına görə evlənmə qadağasını qoydu. Bu doğuşdan deyil. Yox, doğuşdan Xristianlığın deyil. yarandığından deyil. Tövbə institutu belə xristianlığa 11-ci əsrdə girməyə başladı. O vaxta qədər getginən kilsədə tövbə et filan anlayışı. Bunlar xristianlığa sonradan Yesusa getmə, bu Martin anlayışı var ya, şəhid. Bəli, bəli. Şəhid anlayışı 10-cu əsrdə ortaya çıxıb xristianlığın özündə. Yəni ona görə biz elə deyirik ki, xristianlıqda din və dövlət fərqlidir. İslamda onlar iç-içədir. Hökmlər elə həm də deyir Allahın kölgəsidir bizdə. Xristianlıqda belə deyil. Avropa xristianlığını sonradan olub. Yox, ən böyük problemi ondan ibarətdir ki, Avropadakı xristianlığın tarixini bu şeylərdən, maarifçilərin yazdığı kitablardan öyrəndik. Bunların da ciddi zehnində bir xristian nifrəti vardır. Xristianlığın özünü Avropada başına gətirən zülm, yəni başlı başına bir mövzudur. Və ilk Avropada inqilab katolik inqilabıdır. Hər kəs Fransız böyük inqilabı nəzərə alır. İlk inqilabı katoliklər aparıblar. Papanın müstəqilliyi, kilsələrin sərbəstliyi, daha sonra dövlətin dinlə, sekular sistemin dindən əl çəkməsi, bunlar daha 12-ci əsrin məsələsidir. Amma burada Papa rejimi ağıllıq elədi, səlim müharibələri buna imkan yaratdı. Yəni səlim müharibələrində arxasında biraz şey vardır, yəni. Avropanın öz içərisindəki gələn oyunlardan irəli gələn səbəblər də vardır. Yəni Səlcuqlarla xristian toplumu qarşılaşanda artıq ideologiya hazır idi. Səlcuqlarda şey də vardır, türklərdə. Bu alt ərən sistemləri var. Bəli. O nə sistem idi? Şey üçün bu Tanrı adına ölmək. Bu anlayış var idi. Təbii ki, bunlar. Yəni Bunlar can siparanə niyə görə döyüşürlər ki? Bunun ruhu artıq müqəddəsləşir. O şəhid cənnətə gedər kimi müsəlman. Təbii ki, yəni o şey məsələsi var. Bu şamanizmdəki bu ruhlar sistemi boşuna yaranmırdı. Bunda ata kultları var, bunun anlayışında. Daha sonra əskərin özünün bir şeyi vardır. Bütün bunları gətirdilər, nə etdilər? Doldurdular şeyin içərisinə. İslamdakı cihad anlayışı çox rahat vatdı bunların. Bir də bunlar şeyi də anladılar. Cihadla birlikdə apardıqları müharibənin hüquqiliyini də gerçəkləşdirdilər. Artıq bu dini bir anlayışa gətirdilər. Ona görə o vaxta qədər tərəddüdlü edilərsə, bu tərəddüdlərini də ortadan qaldırdılar. Amma xristiyan olmuş türklər də vardır. Diyorum ki, Qıpçaqlar. Təbii bunların həyatındakı... Qıpçaqlar bir ayrı... Qıpçaqlar demək olar ki, yoxa çıxmış. Mən həmişə... Yoxa çıxmadılar. Kütləvi halda köç etdilər. Əsasən Suriya, Misir bölgəsinə. Misir bölgəsinə köç etdilər. Gürcüstanda olub, xristianlaşdılar. Azərbaycanın... Gürcüstandakıların başı tam bir fərqlidir. Onların həm Gürcüstana gəldilər, xristianlaşdılar. Amma bizim də... Osmanlılar zamanında təkrar müsəlmanlaşdılar. Slavyanlaşmalar. Slavyanların içinə girənlərin çoxsu, bilirsən, Rusiyandakı ümumiyyətlə Xanikov və Baskakov bunun yaxşı şeyini apardı, tədqiqatını apardı. Ruslar içərisindəki türk mənşəlli ailələr. Hətta Xanikovun kitabında bu
500 ailəyə Çox. qədər çıxır. Bəli, bəli, Niyə çox. görə bunu müəyyən etmək mümkündür? Xristian olduğun zaman xristian dəftərlərinə qeydlər aparılır. Yəni dəftərə adın yazılır. Hansı gün, hansı vaxtda xristian olsan və hansı adı alırsan. Xristianın da özünün adlandırılma sistemi vardır. Müsəlmanlıqda bunun belə bir şey yoxdur, qanuni. Niyə? Proses kilsədə aparılır axı. Bəli. Kilsə də bunu öz dəftərlərinə qeyd edir. Bu dəftərlərdən hansı ailənin nə zaman, nə şəkildə xristianlığı qəbul etdiyini görmək mümkündür. Amma Əkbər bəy, Ən bir böyük məsələ var. xristianlaşma Özbəkin zamanında oldu, Qızıl Orda hökmdarı. Qızıl Orda hökmdarı Özbək məcburi olaraq İslamı mərkəzə yerləşdiyi zaman İslamiyyəti qəbul etməyən Monqol tatarları içərisindəki türk və digər tatar ailələr Xristian. kütləvi şəkildə getdilər Moskva knyazlığının şeyinə girdilər. Moskva knyazlığı bir anda necə güc haline gəldi? Bəli, o Moskva-Rusiya məsələsi başlı-başına ayrı bir mövzudur. Bunu da bir edə bilərik. Rusiyanın həmişə deyirlər, Monqolların döyüş ruhu keçdi ruslara. Əkbər bəy, amma indi verilişimizin biz də sonuna yaxınlaşırıq. Az bir vaxt qalıb. Yenə bir Qıpçaqlar üzərindən Qıpçaqların burada bir də şey unutmayaq. ən çox türk tayfaları Bizə içərisində. böyük bir dil xəzinəsi Bəli, buraxdılar. bəli, bizim dilimiz Qıpçaq türkçəsinin Bugünün belə, əsasındadır. bugün belə Nəsiminin şeirləri. İncil, Zəbur kitabların Qıpçaqca tərcümələri falan hələ də əlimizdədir. Və Bəs çox niyə üzr- talançı və işğalçı xalq kimi tanınır o zaman? Əgər bu qədər tərcümə varsa, bu qədər ədəbiyyatın formalaşmasında Qıpçaqlar, amma Qıpçaq obrazı bir qədər dövlət quran yox. Bilirsiniz, Qıpçaqlara, Talan və işğal edən Qıpçaqlara bu anlayışın verilməsi biraz da Səlcuqların izlədiyi hakim siyasətin nəticəsidir. Bu o qədər təsirli olmuşdur ki, Dədə Qorqud kitablarına belə bəli, mənfi Dədə Qorqud mən şəkildə demək istəməm. Bəli, Qıpçaq anlayışı mənfi 2-3 orada şəkildə mənfi girmişdir. Niyə Qıpçaq görə? obrazı var. Səlcuq hakim dairəsi Qıpçaq zehniyyəti ilə ciddi olaraq problemlidir. Sadəcə bu Qafqazda deyil. Deyəlim, Alparslanın zamanında belə Orta Asiyada Üsyurt, Manqışla, Cənd bölgəsinə səfərləri olub. Və burada bir şey də var, ehtimal var. Oğuz, Səlcuqlar dövləti Oğuz Yabqu dediyimiz dövlətin içindən çıxıblar. Bu Oğuz Yabqu dövləti Xəzər mirasını daşıyır. Səlcuq bəyin oğlanlarının İsrail kökənli adlar daşıması, Mikail, İsrail adları. Bəli. Niyə görə o Xəzər kimliyin içindən Bəli, çıxmadılar. bəli, çox maraqlı, bəli, müqayisə həqiqətən. Oradan çıxmışlardır. Amma o mirasın içinə gəldilər. Kun, Qayı və şey tayfalar, Qıpçaq tayfalar ələ keçirdiyi zaman ilk böyük toqquşma orada başladı. Aral ətrafında. O zaman Oğuzlarla Qıpçaqlar yəni eyni kimlik olduğu halda qatı düşmana çevrildilər. Çünki bunların ailələrinə təcavüz edildi, daha sonra obalar yandırıldı, dağıdıldı falan. Eyni şəkildə Oğuzlar onlara təşkil etdilər. Bu zehinlərində bir dəfəlik qaldı. Eyni zehniyyəti Qafqaza da gətirdilər. Qafqazda da gəldilər, Gürcüstan üzərindən başladılar, Kartlı Qafqatı üzərindən toqquşmalar. Bu toqquşmalar şeyə qədər davam etdi. Monqollara qədər. Monqollara qədər davam etdi. Ən sonunda Monqollar bunlara atabəylik haqqı verdi. Yəni bu Atabekov şeyləri var, Gürcüstanda, Qıpçaq atabəylikləri. Onlara hüquq tanıdı. Artvin, Axıska bölgəsini onlara yurt olaraq təyin edildi. Ondan sonra bunlar kesildi. Və maraqlıdır ki, oradan da etibarən o Qıpçaqlar arasında başladı müsəlmanlaşma. Bu sarı gəlinlər, marı gəlinlər hekayəsi elə o vaxtdan etibarən çıxmağa başladı. Son bir sualım var. Son bir sual. Dinin dünya coğrafi, siyasi coğrafiyasına, xalqlar üzərində təsiri barədə son deməli bir 10 illiklərdə deyim, çox böyük bir tartışmalar, mübahisələr var. Xüsusən qərb tarixçiləri tərəfindən. Ən çox da bu Huntingtonun bilirsiniz fikirlərindən sonra mədəniyyətlər arası müzakirələr meydana çıxır və orada İslam dini söhbəti var. Bir xristian qərb mədəniyyəti söhbəti var. Nəyə görə İslamı qəbul edən xalqlar coğrafiyada olduğu kimi qaldılar? Məsələn, Tatarlar qalıb, Başqırtlar qalıb, Rusiyada Çuvaşlar yox olur. Və yaxud da Qıpçaqlar böyük bir dəşli Ukraynada Rus nifrətini deyirlər, bir səbəbi də ondan ibarət. Onlar Ukraynalıları xalis qanlı Slavyan kimi qəbul eləmirlər. Yoxa çıxdılar. İndi bu, bayaq biz dedik, Monqolların döyüş ruhu keçdi Ruslara, Rusların Monqollar içində ərdilər.
Yəni bu dinlə bir əlaqəsi varmı ya? Necə oldu ki, türk xalqları İslamla, yəni kimliklərini itirmədilər? Bunun son bir fikrini sizdən almaq istəyirəm. Türklər İslam coğrafiyası içərisinə digər xalqlar kimi məğlub edilmiş bir kimlik olaraq girmədilər. Çox maraqlı yanaşmadır həqiqətən. Türklər bu coğrafiyaya ələ keçirəndən sonra mərhələli olaraq türkləşdilər. Eyni zamanda Monqollar bu coğrafiyaya gəldiyi zaman böyük nisbətdə şey deyildilər. Bu Oğuzlar üçün də keçərlidir. Bir də Səlcuqlar nə qədər müsəlman coğrafiyasının içində olsalar da heç bir zaman ərəb kimliyini qəbul etmədilər. Yox, o var hörüklü, yəni bu döyüşçülərin qılınc, geyim hamısı. Bunu şeydə də İbn Cövzi deyə bir müəllif var. Tarix el-Muntazam adlı 12 ciltli bir əsəri var. Məşhur bir əsərdir. Orada Səlcuqun qohumları İnalın şeylərlə diyaloqları var. Vəzirlə, Künduri ilə diyaloqları ərəblər haqqında çox ağır sözləri falan sərf edir. Yəni. Niyə görə? Onlar elə o Quteybənin hadisələrindən etibarən ərəbləri onların beynindədir. Bəli. Amma bu Türk-Ərəb arasındakı bu necə deyərlər nifrətdən ən çox kim faydalandı? İranilər. Niyə? Fars dili, müasir Fars dili İran coğrafiyasında yaranmayıb. Buxarada yaranmış bir dildir. Onun da adına zəbani dəri deyirlərdi. Dəri saray deməkdir. Saray dilidir. Və ilk əsərlərdə o saray dilində yazılan Persicə, Farsça, ilk Farsça deyilən şeydir. Onlar daha sonra Səlcuqlar onları gətirdilər İran coğrafiyası, indiki İran coğrafiyasına. Və oradakı Sasani Fars dilli bürokratik ailəyə getdi qoydu ərəblərin qarşısına. Bu dəfə də ərəblərlə intelligensiyası ilə İranlı Fars dilli intelligensiyası mübarizə apardığı zaman özü coğrafiya rahat idarə etməyə başladı. Yəni bunları çox ağıllı, sistematik iş görən adamlardır. Yəni adamların dünya görüşü, dövlət anlayışları inanılmaz dərəcədə genişdir. Bugünün bizimki kimi dar çərçivədə rayon səviyyəsində məsələlərə baxıb fikir bildirmirlər. Dünyanın harasında nə gedir, necə gedir, çox diqqətlicə izləyirlər. Digər bir məsələ burada sizin sualınızla bağlı. İslam niyə görə digər coğrafiyada yaranmadı? İslamın missionerlik tərəfi yox idi. Xristiyanlıqda ciddi bir missionerlik vardır. Xristiyanlıqdan da əvvəl Buddizmin özündə də missionerlik vardır. İlk missionerlik fəaliyyətlərinə Buddistlər zamanında başlamışdır. Ona görə də İslam sadəcə ələ keçirdiyi, fəthi yolu ilə ələ keçirdiyi coğrafiyalarda hakim gücə çevrilmişdir. Bir də bu məsələdə şey də vardır. Sərmayə münasibətləri. Bunu hər kəs göz ardı edir. Və hətta Pirine kimi Avropalı, Belçika əsirli tarixçilər bunu sanki yeni ticari münasibətlər, sərmayə münasibətləri Avropaya məxsusdur kimi təqdim edirlər. Amma İslam coğrafiyası içərisində ciddi bir sərmayə münasibətləri, pul münasibətləri, iqtisadi münasibətləri ki, təəssüflər olsun ki, bizim tarixçilər məsələnin o tərəfinə baxmırlar. Doğrudur. Ona görə də bu münasibət ki, əgər bir coğrafiyada da ciddi bir pul münasibətləri varsa, elə türklər də bu məsələnin bir tərəfində yer alırlar deməkdir. Təşəkkür edirəm Əkbər bəy. Çox maraqlı bir veriliş oldu. Sonuç olaraq demək istəyirik ki, türklərin inancı, yəni bu coğrafiyada tək türklər deyil, türklərə də yaxın olan, münasibətli olan xalqların... Biz bu inancla birlikdə, çox üzr istəyirəm, çox sayda şey də oldu, əlifba da dəyişdi. 14 əlifba. 14? Bəli. Türklər indiyə qədər 14 müxtəlif əlifbadan istifadə edirlər. Bəlkə elə türklərin bir növbəti verilişi elə verilişimizdə deyiləndə bir yazı sistemi üzərində qurarıq. Çox maraqlı olar. Mən 14 ifadəsində işləyirəm. Edərik onu mütləq. Ümumiyyətlə bu inanclıq təbiətə, insana, tək Tanrıya deyil. Belə başa düşdüm ki, təbiətdir, insandır, zamana və həyata münasibətidir. Təşəkkür edirik sizə və tamaşaçılara da təşəkkür edirik izlədiklərinə görə. Çox sağ olun, gələn verilişlərdə görüşənə qədər.